Salam dəyərli şagirdlər. Mövzu izahlarımız davam edir. Bu gün də 7-ci sinifdən 1-ci mövzumuz olan coğrafi mövqeyin təyini mövzusunun sadə şəkildə izahını verməyə çalışacağam. Ümidvaram ki, hər biriniz üçün faydalı bir məlumat olacaqdır. Keçək dərsimizə. Coğrafi mövqeyin təyini. Coğrafi mövqe dedikdə nə başa düşülür? Xəritəyə baxdıqda gördüyümüz okeanlar, dənizlər, çaylar, göllər, dağların, düzənliklərin, səhraların, meşələrin hər biri müəyyən bir ərazidə yerləşir. Hətta xəritədə görünməsə belə evlərimizin, əkin sahələrimizin, parkların, marketlərin hər biri müəyyən bir ərazidə yerləşir. Yəni həm təbii komponentlər, həm də sosial-iqtisadi komponentlər müəyyən bir ərazidə yerləşir. Dediklərimizi ümumiləşdirsək, coğrafi mövqe dedikdə nə başa düşəcək? Coğrafi mövqe dedikdə hər hansı bir coğrafi obyektin yer kürəsində yerləşdiyi nöqtə və ya sahə, ərazi başa düşülür. Coğrafi mövqe dedikdə hər hansı bir coğrafi obyektin yer kürəsində yerləşdiyi nöqtə və ya sahə, ərazi nəzərdə tutulur. Coğrafi mövqeyi iki növü var. Yəni iki nöqteyi nəzərdən qiymətləndirmək olar coğrafi mövqeyi. Mütləq mövqe, nisbi mövqe. Gəlin birinci başlayaq mütləq mövqeydən. Mütləq mövqe nədir? Mütləq mövqe obyektlərin coğrafi koordinat sistemində olan dəqiq yeridir. Bunu da xəritə və qlobuslarda coğrafi koordinatların, yəni coğrafi enlik və coğrafi uzunluqların sayəsində tapmaq olur, müəyyən etmək olur. Bu şəkli də burada verməyimin məqsədi odur ki, hər biriniz kiminsə yadından çıxsa, coğrafi enliyin nə olduğunu, coğrafi uzunluğun nə olduğunu yadına salmış olar. Bildiyimiz kimi coğrafi enliyi paralellər vasitəsilə, coğrafi uzunluğu da meridianlar vasitəsilə təyin edilir. Coğrafi enlik ekvatordan şimala və ya cənuba paralel çəkilmiş çevrələr idi. Şimaldadsa şimal enliyi, cənubdadsa cənub enliyi adlanırdı. Meridianlar isə coğrafi qütbləri birləşdirən xətlər idi. Onlar da Greenwich meridiandan şərqə və ya qərbə yerləşirdi. Şərqdə yerləşirsə şərq uzunluğu adlanırdı, qərbdə yerləşirsə qərb uzunluğu adlanırdı. Məsələn, Bakı şəhərimiz olsun, Azərbaycanın paytaxtı olan Bakı şəhərimiz hamımıza məlumdur ki, 40 dərəcə şimal enliyində, 50 dərəcə şərq uzunluğunda yerləşir. Yəni Bakının koordinatları 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda yerləşir. Buna əsasən bir çox şəhərlərin, böyük şəhərlərin, böyük obyektlərin, dağların, düzənliklərin, yəni komponentlərin coğrafi koordinatını tapa bilərik. Bəs bildiyimiz kimi böyük miqyaslı xəritələrdə planla meridian və paralellər çəkilmir. Bəs meridian paralellər çəkilmədiyi üçün, onların coğrafi enlik, coğrafi uzunluqlarını bilmədiyimiz üçün, bəs onların coğrafi koordinatların nə tər təyin edə bilərik? Həmin obyektlərin mövqeyini təyin etmək üçün bir növ dördlü və altılı koordinat sistemindən istifadə olunur. Bu dördlü və altılı koordinat sistemi nədir? Dördlü koordinat sistemi bir növ bu şəkilə keçməzdən əvvəl, məsələn, sizi riyaziyyat fəndinə götürək. Məsələn, riyaziyyat fəndində məsələn, biz hər hansı bizə nöqtələr veriləndə, məsələn, funksiyalara daha çox bunları biz istifadə edirdik və ya düz mütənasib asılılıqda, tərs mütənasib asılılıqda məsələn, istifadə edirdik. Məsələn, bizə nöqtələr veriləndə ki, məsələn, 1 nöqtəsi, 5 nöqtəsi, tutalım ki, 2 nöqtəsi, 3 nöqtəsi. Bunların məsələn, koordinat sistemində məsələn, təyin edəndə biz 2 xətt çəkirdik. Absis oxu, ordinat oxu.
Yəni absis oxu x-dən işarə eləyirdik. Ordinat oxun y-dən işarə eləyirdik. Həmişə birinci verilən nöqtə absis oxunun, yəni x oxunun aid idi. İkinci nöqtə y oxuna, yəni ordinat oxuna aid idi. 1,5 nöqtəsini təyin edəndə bir nöqtə x oxunda, absis oxunda, 5-ci nöqtəni isə ordinat oxunda qeyd edirdik və onların çəkdiyi nöqtələri birləşdirirdik. Və onun üzərində yazırdıq 1, 5. Məsələn, ikinci nöqtəni də qeyd eləyəndə, 2 ilə 3-ü qeyd eləyəndə, yenə də eyni xəttdən qeyd eləyirdik. Yazırdıq üzərinə 2, 3. Göründüyü kimi, bu nöqtələrin koordinatların təyinində onların aşağı sol küncündə qeyd olunurdu. Aşağı sol küncündə. Biz dörtlü şəbəkədə qeyd etdikdə eyni o qayda ilə təyin edirik. Məsələn, burada məktəb binasına fikir verəyin. Görürük ki, məktəb binasının koordinatını tapanda dörtlü şəbəkədə 28, 51'dir. Yəni bunun x oxunda 28'dir, y oxunda 51'dir. Onların kəşdiyi nöqtədir. Ona görə məktəb binasının koordinatı 28, 51'dir. 28 burada bir növ x oxundakı xəttdir. 51 də y oxundakı xəttdir. Onların kəşdiyi nöqtədir. Bəziləri bəlkə deyə bilər ki, burada nə üçün x oxu 29 deyil də, məsələn, ordinat oxu 52 deyil də 51 götürülür. Axı biz funksiyada daxil olanda biz nədə qeyd elədik? Aşağı sol küncündə qeyd olunur. Çünki bu 28'dən, x oxunda 28'dən başlayır, y oxunda 51'dən başlayır. Artıq x oxunda 29'da o qutarır. Y oxunda da 52'də o qutarır. Ona görə biz 28, 51 deyirik. Başlanğıcını deyirik. Buna əsasən, məsələn, yanacaq doldurma məntəqəsini, məsələn, koordinatını deyəndə deyirik ki, 30, 50. Yanacaq doldurma məntəqəsi 30, 50'də. Məsələn, hava limanı, təyyarə yerləşən hava limanı isə 31, 53. 31, 53'də yerləşir. Bu oldu dörtlü şəbəkə sistemi. Nisə altılı şəbəkə sistemi. Altılı şəbəkə sistemində bir növ həmin koordinatın sistemində də özləri 100 dənə 10-10 şəklində, 10-10 şəklində kvadratlara, daha da kvadratlara bölünür. Və burada onun yeri, belə deyək, dörtlü şəbəkədə əgər ərazini özün göstərilirsə, bu altılı şəbəkədə də ərazidə yerləşdiyi daha dəqiq ərazini bildirir. Yerin daha dəqiq bildirir. Buradan da məsələn restorana baxsaq, eyni qayda ilə, bayaqki qayda ilə fikir versək, aşağı sol küncdən götürsək, burada 62'dən sonra 5-ci 5, 33'dən də 3-cü ərazidə yerləşir. Ona görə deyirik 62, 5, 33, 2. Buna əsasən digər obyektlərdə təyin edə bilərik. Eyni dörtlü şəbəkənin biraz mürəkkəb versiyası kimi. Fikir versək aşağı son küncdən. Restorana fikir versək, absis oxunda 62'dən sonra 5-ci xəttdə, ordinat oxunda 33'dən də 2-ci xəttdə, 2-ci ərazidə yerləşir. 62, 5, 33, 2. Siz xətti funksiyanı, ümumiyyətlə funksiyanlaşın riyaziyyatda yaxşı bilirsiniz, bunu da rahat mənimsəyəcəksiniz. Nümunələrində göründüyü kimi dördlü koordinat
şəbəkəsi obyektin yerləşdiyi ərazinin kvadratını, ərazini bildirir. Hansı ərazidə yerləşir. Altılı şəbəkədə isə onun kvadratdakı ərazidə dəqiq yerini göstərir. Bayaq qeyd etdiyim kimi. Bəs nisbi mövqeyi nədir? Nisbi mövqeyi artıq bir obyektin digər obyektə nəzərən mövqeyini bildirir. Bir obyektin digər obyektə nəzərən yerləşməsini bildirir. Məsələn, tutalım ki, ən bariz nümunəsi, məsələn, deyəndə Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Nümunə verəndə, məsələn, deyək ki, nümunə veririk ki, bizim evimiz filan marketin yanında yerləşir. Bizim evimiz filan məscidin yanında yerləşir. Məsələn, bizim evimiz filan məktəbin yanında yerləşir. Digər obyektə nəzərən mövqeyini bildirir. Deməli, mütləq mövqeyi oldu. Obyektin yer kürəsindəki mövqeyi, amma nisbi mövqeyi isə bir obyektin digər obyektə nəzərən mövqeyi. Bugünlük bu qədər. Kanala abunə olub daima faydalana bilərsiniz. Diqqətinizə görə təşəkkürlər.